Bu da filologiya fakültəsində oxuyan mənim tələbəm. Hə, deməli, bugün son dərs olduğuna görə keçənki məzunumuz Mətanət xanım dəvət eləmişik, uşaqlara bir imtahan barəsində danışsın, sözlərini desin, tövsiyələrini versin. Buyur Mətanət, nə deyərsən uşaqlara? Mən həyəcanlanmasınlar, yəni onsuz da bilirlərsə yazacaqlar. Səsin düşsün, özün yox. Bilirlərsə yazacaqlar, əminəm. Həyəcanlansılar da özlərini eləyəcəklər, çünki yaddan həyəcanlananda çox vaxt hər şey yaddan çıxır. Belə bu qədər. Bəli, yetərincə verdim mən sərbəstə. Öz təcrübənlə? Bəli, öz təcrübə. Bir də vaxt, əsas da vaxt. Düzdür. Düzgün o qədər birinci vaxtı bölənməyəndən sonra, vaxt qalmayandan sonra heç bir önəmi qalmır. Düzdür. Vaxtını eləmək lazımdır, düzgün bölmək. Belə, inşallah yaxşı olar. Allah amanında. Allah zeyin açıqlığı versin. Bəxtiniz yeyin, şansınız bol olsun. Bütün abituriyentlərin. İmtihana gedəndə, evdən gedəndə yoxsa? Yox, burada siz axırınızda danışanda. Xəlim açmışdı, doktor ağlamışdı. Hə, yox, yenə də deyirəm. Yəni, ağlayın. Kimlər mənim deyəndə də mən biraz ağladım. Gəldi mən sakitləşdim. Dedi, məbisi nə dedi? Dedi, heç vecin olmasın dedi. Yəni, sən üçün ana anlatan, yəni, nənə, baba nə deyər heç, yəni, onları fikirləşmə. Öz fikrinlə gir imtihana, nə yazarsan yazarsan. Dünya son deyil, hər şey yaxşı olur. İmtahan bu son deyil, dünyanın da axırı deyil. Hə, ona görə əsas özünüzsüz, əsas yaşamaqdır. Siz çox dəyərlisiniz. Siz də, elə izləyicilər də əgər abituriyentlərimiz izləyirsə. Amma yaxşı yazsınız, yaxşı olar da uşaqlar. Bu da bir reallıqdır. Özünüz dəyərlisiniz. Yəni, yığdığınız bal da dəyərlidir, belə deyim. Belə, sağ olun.